Qəlbimin səfəri, ümid və macəra uzaq dağların, geniş düzənliklərin və dərin meşələrin kollarına sarılmış, zamanın unudulmuş xatirələrinin hələ də ürəklərdə yaşandığı, qədim ənənələrin və nağılların hər küncdə səsləndiyi bir diyarda, gənc İsmailin həyat nağılı başlayırdı. Kəndin dar daş küçələrində hər səhər günəşin ilk şüaları evlərin damlarına düşəndə insanlar həm yeni başlanğıcın, həm də keçmişin dərin hikmətinin işığını hiss edirdilər. Lakin son illərdə kəndi vuran çətinliklər, quraqlıq və iqtisadi sıxıntılar hər kəsin ruhunu yorur, ümidləri solur və qəlblərdə kədər toxumları əkirdi. İsmail uşaqlığından bəri nənəsinin ona danışdığı hər kəsin içində parlayan bir işıq var, o işıq qəlbinin sədasıdır. Onu tapmaq üçün öz hissəsini dinləməlisən sözlərini unutmamışdı. Bu sözlər onun ruhunda dərin izlər buraxmış, həyatda yalnız maddi varlıqlardan deyil, öz içindəki səs və ümidlə hər çətinliyi aşmaq arzusu ilə yanmasına səbəb olmuşdu. O, kəndin sakinlərinin hər gün keçirdiyi monotonluq və kədər içində belə öz içindəki səsi eşidərək həyatın əsl mənasını tapmaq arzusuna sahib idi. Bir gün İsmail kəndin kənarındakı unudulmuş, tozlanmış bir evin qarşısında dayanarkən qapının arxasından gələn zəif, lakin səmimi bir səs ona diqqətini çəkdi. Tərəddüd etmədən qapını açdı və içəri girdikdə onun qarşısına min illərin xatirələrinin, nəsillərin öyrətdiyi hikməti və itkilərdən sonra doğan ümidin birləşdiyi bir otaq çıxdı. Divarlarda köhnə əlyazmalar, şəkillər və unudulmuş nağılların qoxusu var idi. O otaqda tozlanmış bir dəftər, İsmailin gözləri qarşısında açıldı. Dəftərin səhifələri saralmış, lakin hər bir sətir sanki qəlbinin dərinliyindən gələn, hər kədərin, hər itkin arxasında doğan ümidin melodiyasını söyləyirdi. O, dəftəri açıb aşağıdakı sözlərlə qarşılaşdı. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu notlarını daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sətirləri oxuyanda İsmailin ruhu sanki uzun müddət qapanan bir qapını açdı. O, anladı ki, həyatın əsl sirri yalnız maddi zənginlikdə, gündəlik işlərdə və keçmişin xatirələrində deyil, o, insanın öz içində, qəlbində gizlənmiş, eşidilən o səsdədir. Bu dərin anlayış İsmailin içindəki ümidin alovunu daha da artırdı və o, artıq yalnız öz hissəsini tapmaqla kifayətlənməyib, bu səsi bütün insanlarla paylaşmaq arzusuna qovuşdu. İsmail öz səyahətinə davam etmək üçün kəndin tanınan yollarından uzaqlaşdı və təbiətin qollarından, dağların, meşələrin və çayların arasına doğru addım atdı. Yol boyunca ulduzların səmada rəqs etdiyi, quşların nəğmələrinin eşidildiyi və küləyin hər çətinliyin arxasında bir ümid var deyən sədasını hiss etdiyi bu aləmdə İsmail hər addımında öz içindəki səsi daha da aydın eşidirdi. Dağların sərt qayalıqları arasından süzülən günəş işığı ona keçmişin unudulmuş nağıllarını, hər itkinin arxasında doğan yeni başlanğıcların sədasını çatdırırdı. O, öz hissəsini dinlədikcə hər çətinliyin, hər kədərin arxasında yeni bir dərs olduğunu, hər itkidən sonra doğan ümidin insan ruhunu necə gücləndirdiyini dərindən dərk edirdi. Səyahəti zamanı İsmail bir çox möhtəşəm və sərt yerlərlə üz-üzə gəldi. Bir dəfə uzun və yorucu dağ yollarını keçərkən o, sərin bir bulağın kənarında dayanıb axan suların sədasını dinlədi. Bulağın suyu o qədər şəffaf idi ki, o, öz əksini görərək, hər damla suda min illik nağıllar, hər şırıltıda itkilərdən sonra doğan ümidin sədası var deyə düşündü. Bu səs onun ruhuna yeni bir güc bəxş etdi və ona, biz yalnız öz hissəsimizi dinləsək, həyatın ən böyük sirrini, ümid və sevgi sədasını kəşf edərik mesajını çatdırdı. Yolçuluğu zamanı İsmail müxtəlif kəndlərə və şəhərlərə səyahət etdi. Hər bir məkanın özünə məxsus ənənəsi, nağılı və dərsi vardı. Bir kənddə yaşlı bir qadın İsmailin yanında oturub, keçmişdə yaşadıkları çətinlikləri, itkiləri və sevincləri bölüşərkən belə dedi: "Əziz oğlum, həyat yalnız qazandıqlarımızla ölçülmür. Hər itki, hər kədər sənin üçün yeni bir başlanğıc, yeni ümidlər bəxş edər. Biz yalnız ürəyimizin səsini dinləsək, hər çətinliyin arxasında gizlənən dərsi anlaya bilərik." Bu sözlər İsmailin qəlbində yeni bir parıltı oyatdı. O, artıq anladı ki, həyatın əsl mənası yalnız öz içimizdə, qəlbimizin dərinliyində gizlidir, həm də biz hər kəsin həyatından, hər kədərin, hər itkin arxasında doğan ümid dolu mesajlardan ilham alaraq öz nağıllarımızı yaradırıq. Nəhayət, uzun və dolu səyahətindən sonra İsmail kəndə qayıtdı. Qayıtdığı zaman o, artıq yalnız bir gənc kimi deyil, həm də həyatın sirlərini, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını daşıyan, ruhu dərin, qəlbi parlaq bir şəxsə çevrilmişdi.
Kənd sakinləri onun üzündəki dəyişiklikləri, dərin düşüncəli baxışlarını və eşitdiyi o səsi dərindən hiss etdilər. Bir axşam kəndin meydanında böyük bir toplanış təşkil olundu. Ulduzların parlaqlığı altında odun sobasının ətrafında toplaşan insanlar İsmailin səyahətindən, keçdiyi çətinliklərdən və tapdığı ümid dolu mesajlardan bəhs edən hekayələrini dinləmək üçün bir araya gəldilər. İsmail sakit, lakin güclü səs tonuyla meydanda belə başladı. Əziz dostlar, hər kəsin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz iç səsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Gəlin, hər çətinliyi sevgi və inamla qarşılayaq və hər kədərin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu xatırlayaq. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik işlərlə məşğul olmur, hər anı, hər duyğunu, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını bir araya gətirərək öz həyatlarını yenidən qurmağa başladılar. Kəndin dar küçələrindən, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, bunların hər biri İsmailin öyrətdiyi dəyərlərin, iç səsinin və ümidin bir simvoluna çevrildi. Zaman keçdikcə İsmail öz səyahətindən və öyrəndiyi dərslərdən topladığı bu dərin hikməti bir kitab halına gətirməyə qərar verdi. O, Ümidin Ruhu, Sonsuz Səyahət adını verdiyi bu əsərdə yalnız fiziki səyahətimi deyil, həm də ruhi, daxili səyahətimi, öz hissəsini dinləyərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyimi təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər çətinliyinin, hər itkinin arxasında doğan ümidin mesajı xatırlanır, hər kədərin sonunda yeni bir başlanğıcın əhəmiyyəti vurğulanırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. İnsanlar kitabın hər bir səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin hikmətini və gələcəyin ümid dolu işığını hiss edirdilər. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında Ümidin Ruhu, Sonsuz Səyahət sətirləri hər kəsə həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham almaq xatırladırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşır, yeni ümidlərlə dolu addımlar atırdı. Bu hekayə Ümidin Ruhu, Sonsuz Səyahət yalnız İsmailin fərdi səyahətini və öyrəndiyi dərsləri əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid, hər çətinliyin sonunda parlaq bir başlanğıc bəxş edən, dərin hikmətin, unudulmuş nağılların və öz hissəsinin əbədi melodiyasını daşıyan nağıldır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında, hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu, bizim bütün bir cəmiyyətin və hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi macəramızdır.